kişi soyuqsuzluğuna ən çox səbəb olan problemlər hansılardır ki, kişilərdə hormonal zəiflik, prostatla bağlı məsələlər, testosteron hormonunun dediyim kimi aşağı olması, cinsi yolla yoluxan infeksiyalar, eyni zamanda bədənin durumunun, vitamin, mineral çatışmazlığının olması. Yəni bunlar hər biri kişi soyuqsuzluğuna səbəb ola bilir. Eyni zamanda müəyyən kişi soyuqsuzluğuna səbəb olacaq digər faktorların yaranmasına da şərait zəmin yaratır. Yəni əgər faiz aşağıdırsa, bilin ki, lestin miqdarı normal şəkildə deyil, aktiv hərəkətliyi normal şəkildə deyil, eyni zamanda hər hansı irtabi infeksiya halı ola bilər, leykositlərin miqdarı yüksək ola bilər. Bunlar hər biri sonsuzluq yaradan səbəblərdən biridir. Əgər sizdə də ümumi normal şəkildə faiz stabil vəziyyətdə deyilsə, sonsuzluqdan əziyyət çəkirsinizsə, bunu bədənə lazım olan makro, mikro elementlərlə, vitamin mineralları bədəni zənginləşdirərək, bədənə normal duruma qaytarıb, eyni zamanda bədəni təmizləyərək, ümumi irtabi infeksiya havadan qurmaqla əvvəlki funksiyasını bərpa etmək qismən mümkündür. Daxil olsa səhviyyə, nömrəmiz ailə sahəsi danışırıq, sizə xüsusi proqramlar, məhsullar təmin edərək ümumi sağlamlığımızı bərpa etməyə kömək göstərir.